Hər vaxtınız xeyir olsun. Çıxışıma başlamamazdan əvvəl mən ilk növbədə öz partiyamın, Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevə və Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri cənab bizim Əlin Ağayevə öz dərin təşəkkürümü bildirirəm. Allah sizi var eləsin. Nəyə görə? Ona görə ki, dünəndən bura xalqımız toy bayramı içindədir. Deyir o insan elə yaşamalıdır ki, onun arxasınca ona həmişə rəhmət oxusunlar. Həmişə ona yaxşı sözlər desinlər. Amma Ramiz Mehdiyev haqqında kimsə yaxşı söz deməyi mən inanmıram. Bugün Ramiz Mehdiyev müxtəlif Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələrindən və ən ağırı vətənə xəyanət maddəsi ilə ittiham olunub, ona ev dustaqlığı verilib. Hal-hazırda ev dustaqlığı. Bu niyə? Nəyə görə ev dustaqlığı? Bu insan da geçsin 20 nəfərlik, 30 nəfərlik, 10 nəfərlik, 15 nəfərlik dustaqlarla bir yerdə olmalıydı. Yəni 90 yaşı var, 80 yaşı var, buna hörmət olunmalıdır. O qədər 70-80 yaşında insanlar var ki, onlara hörmət olunmur. Ramiz Mehdiyevə nə hörmət olunacaqdır? Və Ramiz Mehdiyev haqqında ilk dəfə mən küçələrə çıxıb yürüyüş eləyəndə deyirlər, nə danışdın, Ramiz Mehdiyev yaxşı adamdır, Ramiz Mehdiyevi sən tutturacaq, onun haqqında mənfi fikirlər söyləmə. Mən görürdüm bunları. Bu xəyanətkardır. Bu insan Azərbaycan elmini, Azərbaycan təhsilini bərbad günə qoydu Misir Mərdanovla birlikdə. Və bugün Misir Mərdan, siz təsəvvür eləyin ki, gör insan nə dərəcədə belə cəld olar ki, eşitdi ki, Misir Mərdanov, Ramiz Mehdiyev tutublar. Həmin dəqiqə səhəri, bəlkə də televiziyalar açılmamışdı, Misir Mərdanov müsahibə verirdi ki, və hə, bu tutulmalıdır, nə bilim, nə, sənin soğan yeməmsə için niyə göynüyür, ay Misir Mərdanov? Başqa sən də get o biri ziyalılar kimi, get işi ilə, gücü ilə ol. Ay, sən prezidentliyə özünü namizəd soxurdun. Sən Ramiz Mehdiyevin vuran tutan əlisən. Abil Məhərrəmov yadımıza gəlir, toyda onun məclisinin başında oturub da Ramiz Mehdiyev tərifləyən adam olubdur. Siz nədən danışırsınız? Xalq bunları bilir. Dövlət Təhlükəsizlik Xidməti bunları bilir. Siz Mehriban Əliyevanın haqqında təhqiramiz ifadələr işlədən adamlardan biri olmuşsunuz. Ay Misir Mərdanov. Siz Ramiz Mehdiyevə Ramiz Ənvərov işləyirdiniz. İndi nə oldu birdən-birə? Ramiz Mehdiyev vurulan kimi, qardaş, gəldi başladı Mehdiyev haqqında ağzına gələndə. Nə olub, indi kimi niyə danışmırdın? Sənin nə qədər sifətin olar, Misir Mərdanov? Sizdən çox xahiş edirəm. Ağsaqqal kimi indi 5-10 nəfər sənin ağsaqqal bilir. Otur yerində. Otur yerində, necə ki tutulmamısan. Bu nə deməkdir? Bu nə biabırçılıqdır? Misir Mərdanov sırada çıxır Ramiz Mehdiyev deyərdin də, vəzifədə olanda niyə demirdin? Dilini soxmuşdun haranası. Deyərdin də, Misir Mərdanov. Adamı yandırma. İndi cəmaat tutulubdur, sən başlamısan 18 sifət göstərməyə. Əli İnsanov tutuldu, yenə başladın 18 sifət göstərməyə. Sənin dostun muydu? Yəni belə şeylər, sən bu xalqın təhsilini məhv eləyən, bu xalqın mədəniyyətini məhv eləyən insanlardan birisənsən. Bu xalqa xəyanət eləyən insanlardan, bəlkə də Ramiz Mehdiyevdən birincisi sənsən. Bəsdir də, bu nə biabırçılıqdır, nədir, nə həngamədir. Siz 20 min saxta diplom verən insan bugün əlini qolunu sallayıb, gəlib Ramiz Mehdiyev haqqında danışır. Ramiz Mehdiyevin bu yerində oturan sən deyildin, ay Misir Mərdanov. Mənim sözüm sizədir. Sən və sənin kimilər bugün Azərbaycanı bugünə qoyubdur, Misir Mərdanov. Biz yaltağın əlində qalmışıq, Misir Mərdanov. Biz xəyanətkarın əlində qalmışıq, Misir Mərdanov. Bu nə deməkdir? Sən cəmaətin evini əlindən aldırmısan, utanmırsan, cəmaətin evini əlindən aldırmısan, çıx deyinən də Mehriban Əliyev haqqında dediklərin o əxlaqsız ifadələri, çıx prezident haqqında dediyin ifadələri deyinən də, bugün Ramiz Mehdiyevi sən qınıyırsan, səhər ondan da pis günə düşəcəksən, Misir Mərdanov. Sənin rüşvət alan bir insanlardan bir də sən idin. Qardaş, özünü elə aparırsan ki, elə bir rüşvət nə olduğunu sən bilmirsən. Elə bir sənin evlatlarının rüşvətlə böyüməyiblər. Biz sizi tanıyırıq da, nəyə lazımdır, Misir Mərdanov? Sən cəmaətin get evini qaytar.
Bu sənin işin budur. Sən banklarla birləşmisən, vətəndaşların evlərini əlindən almısan. Bu Unibank budur kimindir? Misir Merdanov. Ramiz Mehdiyevin təkidinlə, Ramiz Mehdiyevin sözləri, əmri ilə oturub duran adamlardan biri sən olmusan axı. Nəyə lazımdır indi bugün başlayırsınız Ramiz Mehdiyev haqqında deməyə? Hardaydın? Bu vaxtda kimi niyə demirdin ay Misir Merdanov? Və eyni zamanda sənin ətrafın hardadır? Sən o ətrafın var idi. Onlar hardadılar? Qoy çıxsınlar da söylə. Onların hamısını çıxardacağıq. Narahat olmayın. Bu gün elə xəyanətkarın ən böyüyü sizsiniz. Və bu xalqı bu günə salan sizsiniz. Azərbaycan təhsilinin bazası məhv olubsa, onun üstündə nə qədər istəyirsən, təhsilində nə qədər yenilik eləyirsən elə o məhv olacaqdır. Və peşəkar bir təhsil işçisi kimi siz Azərbaycan təhsilini məhv eləmisiniz. Saxtakarlığı Azərbaycana siz gətirmisiniz. Rüşvətxorluğu siz gətirmisiniz. Korrupsiyanı siz gətirmisiniz. Qanunsuzluğu siz gətirmisiniz. Ədalətsizliyi siz gətirmisiniz Misir Merdan. Bu gün ölkə rəhbərinin kim təhqir eləyirsə, sizin o qanunsuzluğunuzun sayəsində ölkə rəhbəri təhqir olunur. Mən elə bilirdim ki, prezidentin bunlardan xəbəri var. Sən demə, heç bir xəbəri zadı yox imiş. Çünki Ali Başkomandan hər dəqiqə bildiyi məsələyə, qanunsuzluqlara reaksiya verir və dərhal o məsələ həllini tapır. Bugün sizə görə Azərbaycan xalqı zülüm çəkir. Sizə görə köçkünlər zülüm çəkir. Sizə görə qaçqınlar zülüm çəkir. Və bunların hamısına son qoymaq lazımdır. Xəyanətkarın ilə böyüyü Ramiz Mehdiyevin ətrafıdır. Onların içində Misir Merdanov siz də varsınız. Və mən şu tezliklə deyirəm ki, siz haqqa, dinə, imana gələsiniz. Ramiz Mehdiyev kimi özünüzü qürurlu tutub belə, mən heç nə üzr istəmərəm. Sən prezidentdən üzr istəməlisən. Sən əməllərinə görə cavab verməlisən. Bax, Misir Merdanov, Ramiz Mehdiyevin xəyanət əməllərindən səndə də şübhələr var, toxumlar var. Çünki xəyanətkarın böyüyü sənsən. Ona görə sən Azərbaycan gəncliyinə balta çalmısan. Sən Azərbaycan gəncliyinin məhv eləmisən. Sənin Azərbaycan gəncliyinə vurduğun o yaralar Tərtər hadisələrindən qat-qat pis yaralardır. Tərtər hadisələrini bir tər soruşturmaq olur, amma elmi soruşturmaq olmur. Siz təhsili soruşturmaq olmur. Nəysə, Misir Merdanov, sizdən xahiş eləyirəm, yenə də prezidentdən üzr istə. Neçə ki gec deyil, üzr istə. Neçə ki etiraf elə. Və sənin onun ailəsi haqqında söylədiklərin, sənin bu xalqa vurduğun zərbələr bəs qədərdir. Və eyni zamanda trollarına tapşır, səni o tərifləyən Misir müəllim yaxşı kişidir. Onlara tapşır ginən. O sosial şəbəkələrdə sənin haqqında müsbət yazmaqla sən cəmin qutaran deyilsən. Onlara tapşır ginən ki, ağıllı olsunlar.